Herkese salam, mən Xəyali. Bu isə studiom Masi Art Studio. Bugün studiyamızda Koreya Mood masterclass keçiriləcək. Hansı ki burada Koreya milli geyimlərinin eskizini çəkib, eyni zamanda çox ləzzətli suşilər dadacağıq. Elə isə gəlin sizə studiyamda qurduğum ortamı göstərim. Stollar, üzərində olan geyim eskizləri hər bir iştirakçılarımız üçün hazırdır. Gəlin sizi bir də həmən geyimlərlə tanış edim. Ümumiyyətlə Koreya milli geyimləri, üst geyimləri əsasən adlanır kimono və geyimlərin üzərində gördüyünüz hər bir çiçək xüsusi olaraq yaz və yay aylarında açan ağaclarda olan çiçəklərin rəsmidir. Burada isə məsni görürsünüz. Məsi çox həyəcanlıdır, qonaqlarımızın yoluna gözləyir. Və belədir, iştirakçılarımız artıq studiyada əyləşiblər və hər bir geyimdə öz xəyal güclərini inkişaf etdirərək, öz xəyal güclərindən istifadə edərək fərqli Koreya geyimləri hazırlayırlar. Və budur, artıq geyimlərimiz ortaya çıxır. Və hər bir iştirakçımız bir-biriyle fikir alış-verişi edir. O qədər maraqlı, o qədər gözəl gün keçdi ki, fərqli texnikalardan istifadə edərək eskizlər hazırladıq. Günümüz çox maraqlı və çox gözəl keçdi. Hətta bəzi iştirakçılar artıq öz yaradıcı güclərini, öz eskizlərini kəşf etdilər. Burada isə artıq suşilərimiz masadadır. Hər bir iştirakçı suşilərdən dadaraq öz yaradıcı güclərini inkişaf etdirdilər. Burada isə görürsünüz ki, iştirakçılarımızdan biri çəhrayı rəngli geyim hazırlayır. Məsnin isə yeri çox rahatdır. Bugün çoxlu qonaqlarımız var və çox sevinclidir. Artıq masterklassımızın sonunda hər kəs öz geyimini sərgiləyir, öz eskizini, dizaynını göstərir. Çox maraqlı işlər çıxdı ortaya. Siz də həftə sonlarınızı maraqlı keçirmək istəyirsinizsə masterklasslarımıza qoşulun.